x üstü n'in törəməsi n vurulsun x üstü n çıxılsın 1. İndi x üstü 1'in törəməsini tapdığımız zaman yoldaşlar. Olacaq 1 keçir qarşıya x üstü 1 çıxılsın 1. O da olur 1 vurulsun x üstü 0. Yəni olur nə? 1. X üstü 2'nin törəməsi 2 keçir qarşıya 2 vurulsun x üstü 2 çıxılsın 1. O da olur 2x. X kub 3 keçir qarşıya olur 3 vurulsun x üstü 3 çıx 1. O da olur 3x kvadrat. Problem var mı? İndi sual verirəm. 5x üstü 7'nin törəməsi nədir yoldaşlar? 5x üstü 6. Yəni nə olur? 7 keçir qarşıya olur 5 vurulsun 7 x üstü 7 çıx 1 o da olur 6. O da olur 35 x üstü 6. Bir sıxıntı var mı yoldaşlar? Filmin həyəcanlı hissəsi. Ən eksklüziv sual. 6'nın törəməsi nəyə bərabərdir? 0. Niyə? Sabiti 0'a beraber. Əzbərdir o. Əzbər lazım deyil mənə. 6 dediğimiz Sıra göre o 3'te 0 olur. O dediğiniz gibi. Təşəkkürlər. Bu əslində 6 vur 1. Yəni x üstü nədir? 0. X üstü 0'ın törəməsi necə tapılır? 6 vurulsun 0 keçir qarşıya. X üstü 0 çıx 1. O da olur. 6 vur 0 elədi 0. Vurulsun x üstü mənfi 1. O da olur nə? Yəni demək sabitin törəməsi nəymiş? Bir problem var mı qardaşlar? Məntiqini qavradıq mı? Elgün, dərs